böyük miqyaslı, böyük ürək sahibi. İlk qonağımızı sizə təqdim etmək istəyirik. Əslində gördüyü işlər geniş miqyaslıdır, böyük miqyaslıdır, böyük ürək sahibidir. Ürək hər zaman vətənimizlə döyünür. Bunu deməyə bir əsasım var. Çünki bugünə qədər 19 yazdığı kitab var ki, və onların hər biri vətən, torpaq sevgisi ilə bağlıdır. Və uğrunda, torpaq uğruna canından keçən şəhidlər, daima onların xatirələrinin əziz tutulması vacib məsələlərdən biridir ki, elə Azərbaycandan olan yazıçılarımız, şairlərimiz də olsun, bu mövzunu hər zaman öz əsərlərində başlıca istiqamət kimi götürürlər. Təşəkkür edirəm Səbinə, amma biz bugün bu kitab haqqında, əsasən bu kitab haqqında söhbət açacağıq sizinlə. Qəhrəman şəhid Oğuz Özgür Çevik, hansı ki müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü İradə xanım Əlilidir. Sabahınız xeyir olsun İradə xanım. Xoş gördük sizi. Xoş gəlmişsiniz proqramımıza. Təşəkkür edirəm. Öncə mən Azərbaycan televiziyasına təşəkkür edirəm ki, bizim kimi ziyalılara dəyər verirsiniz və efir məkanı belə deyək, şərait yaradırsınız ki, biz öz fikirlərimizi buradan bizi izləyənlərə deyək və mən sizin qonağınız olmuşam. Hər zaman da bizə dəyər vermişsiniz. Sizlərə təşəkkür edirəm. Ekipə, bütün komandaya, əziyyət çəkən komandaya təşəkkür edirəm. Təbii ki, biz bugün qəhrəmanlarımızı yaşatmalıyıq.